Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Balakən şəhərinin tam mərkəzində. Parka cəmi 5 dəqiqəlik məsafədə super həyat evimiz var. Allah'ın izniyle çox təcili satılır və bazar qiymətindən qat-qat aşağı veriləcək. Ev doğrudan ideal vəziyyətdədir. Bismillah deyib tam şəkildə evi və həyəti göstərəcəm. Bismillah. Allah'ın izniyle daxil oluruq həyətə. Girişində belə qəşəng dəmir qapıları Allah'ın izniyle. Evimizin torpaq sahəsi 9 sotdur. Tam sənədli, tam qupçalı evimiz. Belə göstərim. Bismillah. Çox qəşəng, sərgəli evdir. Həyəti də çox qəşəngdir. Evimizin çöldən görüntüsü budur. Belə qəşəng mansarlı 2 mərtəbəli evdir. Ev çox gözəl vəziyyətdədir. Çox gözəl şəraiti var. Qaz, su, işıq, internet hər şeylə təchiz olunubdur. Belə qəşəng həyətidir. Mən çalışacağım qısa müddətdə ətraflı göstərim. Zəhmət olmasa videoya axıra qədər baxın ki, qiymətlərin xəbəriniz olsun. Çünki biz həmişə çəkiliş zamanı evin və əmlakın qiymətini qeyd edirik. Həyətdə belə bir navesi də var. Və ən əsası həyətdə də sanuzeli var. Belə göstərim inşallah. Bura həyətdə sanuzeldir. İçəridə də sanuzeli, sanitar qovşağı var. Belə göstərim. Deməli, evin yerləşdiyi həyət ümumi 5 sotdur və 4 sotda arxada xırda təsərrüfat üçün yeri var. Belə göstərirəm Allah'ın izniyle. Evin içi də doğrudan da ideal vəziyyətdədir. Belə ağlınıza yuxarı qiymət gəlməsin, yuxarı qiymət deyil. Dəyərindən qat-qat aşağı veriləcək. Və ən əsası biz evin qiymətini deyəndə də özünüz biləcəksiniz ki, biz doğrudan ucuz veririk. Bazar qiymətindən aşağı veririk. Normal torpaqların bura qiymətinin nə olduğunu yaxşı bilirsiniz. Belə göstərim, qəşəng, dərin, padvalı da var. Bunu qeyd eləmək istəyirəm ki, ev ümumi isitmə sistemi kombidir. Burada da torpağı var. Bura tam bölünüb. Xırda təsərrüfat üçün 4 sotdur. Belə göstərim. Allah'ın izniyle. Və tez bir şəkildə inşallah keçirəm evin içərisini ətraflı şəkildə göstərməyə. Keçirəm inşallah evin içərisini göstərməyə. Evin mansarı da tam təmirlidir. Çox gözəl havası var. Tam olaraq parkın yanında yerləşir. 5 dəqiqəlik məsafədə. Keçirəm inşallah evin içərisini göstərməyə. Burada qarşısında qəşəng bir də plaşatkası var. Gördüyünüz kimi. Qəşəng stollar qoyub oturmaq üçün. Allah'ın izniyle. Girişdə həmçinin belə bir balkonu var. Belə göstərim. Hal-hazırda evdə yaşayış var. Bir göstərim inşallah bacadan qədər. Yer kafellidir. Keçirəm evin içərisindən inşallah. Girişdə belə qəşəng dəmir seyf qapısı. Bismillah. Girişdə belə bir dəhlizdir. Ev çox qəşəng və əla vəziyyətdə təmir olunub. İkinci mərtəbəyə çıxacam. Deməli, ikinci mərtəbəyə, yəni mansara çıxmaq üçün qəşəng bahalı materialdan istifadə olunmuş pilləkənlərdir. Allah'ın izniyle. Burada sanuzelidir. Belə tez bir şəkildə göstərim. Sanuzelidir. Keçirəm digər otaqlara inşallah. Baxın. Yəni qonaqlar gələndə istirahət eləmək üçün ideal bir evdir. İdeal. İnşallah. Sağ tərəfdə qəşəng mətbəxdir. Bunu qeyd eləmək istəyirəm ki, qiymətə əsasən əşyalar evdə qala bilər. Allah'ın izniyle. Məsəl üçün qiymətə razılıq olsa, evdə əşyalar qalacaq. Baxın, evin ümumi isitmə sistemi kombidir. Bu da radiatorlardır. İnşallah belə göstərim. Keçirəm digər otaqlara. Girişdə sol tərəfdə belə yataq otağıdır. Belə göstərim. Qiyməti eşlənə doğrudan çox birtəhər olacaqsınız ki, necə ola bilər ki, belə ucuz qiymətə belə bir ideal ev. Baxın, bir evin salonudur. Bir daha qeyd eləmək istəyirəm ki, razılıq olsa evdə əşyaların qalma ehtimalı 99%'dir. Belə göstərim inşallah. Tam parkın yanında super havası var. Bura həm də gedir Varlılar məhəlləsi. Dörd bir tərəfi də əlhamdülillah iri evlərdir. Maşallah. Deməli, yenə bir dənə burada otaq var. Belə göstərim. Yataq otağıdır. İnşallah. Mən ikinci mərtəbəni göstərəndən sonra Allah'ın izniyle sizə qiyməti qeyd eləyəcəm inşallah.
Buradan çıxırıq mansara. Gəlin, şam taxtalardan istifadə olunubdur. Belə göstərim inşallah çıxmamışdan öncə. Baxın, doğrudan da çox gözəldir, çox qəşəngdir. Belə göstərirəm evin mansarını. Çıxaq yuxarı. Elhamdülillah, şüşə kimidir, şüşə kimi. Elhamdülillah, baxın. Belə göstərirəm. Çox gözəl, təmir olunmuş evdir. Bir daha demək istəyirəm ki, bazar qiymətindən qat-qat aşağı satılır. Qat-qat aşağı. Görün, nə qəşəngdir. Allahın izni ilə. Burada balkonudur. Burada balkonudur, belə göstərim. Allahın izni ilə. Doğrudan da çox qəşəng evdir. İnşallah keçək Allahın izni ilə evin qiymətinə. Evin qiyməti 100.000 manata, yəni 100.000 azel təklif olunur. Bəlkə də elə biləcəydiniz ki, mən bu çəkilişə başlayanda 200.000, 250.000 deyəcəm, xeyr. Satılması üçün bu qiymət qoyulubdur. Təbii ki, qiymətdə razılıq olsa, gördüyünüz bütün əşyalar evdə qalacaq inşallah. Təbii ki, qiymətdə razılıq olsa Allahın izni ilə. Qiymətdə də ki, İnşallah ki, indirim olacaq. Çox abartılı da yox, cüzi indirim olacaq inşallah. Mən bunu qeyd eləmək istəyirəm ki, mərkəzdə torpaqların sotlanmamız yaxşı bilirsiniz. 9 sot torpağı da hesablasaz qiymətli gör nə qədər eləyir. Amma biz elə bir ki, efsane pay gəlir bu iki torpağın üzərində. Səhifədə nömrəmiz qeyd olunubdur. 7-24 saat yaza və ya zəng elə bilərsiniz. Allah malzə mülkünüzə bərəkət versin. Esselamu aleykum və rəhmətullah.